Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün liseyə qəbul 4-cü siniflər üçün olan liseyə qəbul imtahanının suallarını həll edəcəyik. Bildiyiniz kimi iyunun 27-sində imtahan olmuşdu. Bugün isə artıq iyulun 1-idir. Biraz gec olsa da indi vaxt tapmışam. Başlayaq sualların izahına baxaq. Bir də deyir, sadə sözləri müəyyən edin. Əvvəlcə xatırlayaq, sadə söz nədir? Sadə söz tərkibində ya şəkilçi olmur, ya da ki, qrammatik şəkilçi olur. Yəni, leksik şəkilçi olanda artıq o sadə yox, düzəltmə sözü olur. Pərdənin sözündə şəkilçi var, in və bu yeni söz yaratmayıbdı, qrammatikdir. Ona görə bu söz sadə söz adlanır. Bir, işıqlı sözündə isə işıqdan, isimdən işıqlı sifət yaranıbdır. Deməli, bu düzəltmə sözdür. Düzgün sözündə də düzdən, düz, necə düz, sifətdir. Düzgün də sifətdir, amma düzgün də yenə sifətdir, amma yeni söz yaranıb. Düz başqa, düzgün başqa. Ona görə bu da düzəltmə sözdür. Laləlik sözündə də yeni söz yaranıbdır. Ümumiyyətlə, lığlik, luxlük demişik ki, leksik şəkilçidir. Ona görə bu söz də olur düzəltmə söz. Amma heyvanlar sözü, larilər ümumiyyətlə qrammatikdir. Bunu yadda saxlamaq asandır. Yeni söz düzəltmir. Həmçinin balıqlarda da həmin şəkilçi var. Ona görə asanlıqla başa düşürük ki, 5 də 6 da sadə sözdür. 1, 5, 6 A variantı. İkinci suala baxaq. Hansı mürəkkəb söz defislə yazılmalıdır? Göz qamaşdırıcı, həyat baca, enli kürək, yer üstü. Biz bilirik ki, müxtəlif mənalı sözlərdən düzələn mürəkkəb sözlər bitişik yazılır. Digər yollarla düzələnlər yaxın mənalı, əks mənalı, eyni sözün təkrarı ilə yarananlar isə defislə yazılır. Burada A-da göz və qamaşdırıcı müxtəlif mənalıdır. C-də enli, kürək müxtəlif mənalı sözlərdir. Yer üstü müxtəlif mənalı sözlərdir. Ona görə A, C, D bitişik yazılacaq. Amma həyat, baca yaxın mənalı sözlər olduğuna görə defislə yazılacaq. 3-ə baxırıq. Hansı sözlərə saitlə başlayan şəkilçi qoşulduqda son samit dəyişmir? Burada sadəcə sait artırmaq lazımdır. Çətin bir şey yoxdur. Burada məsələn, qonaq sözünə artıraq ın. Qonaqın olmur. Artıq nə olur? Qonağın olur. Gözəllik, gözəlliyin olur. Gözəlliyə və yaxud A-yə artıra bilərik. Deməli, A deyil. C-də ərik, əriyin, əriyə, ərikin demirik. Yarpağın demirik, yarpağın olur. D-yə baxırıq, darağın olmur, darağın, təbrikin. Burada birində olur, birində olmur. Ona görə bunu da götürə bilmərik. Amma B-də heç birində dəyişmir. Vərəqin, vərəğin demirik. Türkün, türyün demirik. Deməli, elə B-də hər ikisində dəyişmir. Ona görə B-ni seçirik. İkinci şəxsin təkində indiki zamanda işlənmiş feili müəyyən edin. İkinci şəxsin təki səndir. Burada sözlərimiz gəldin, gəlirsən, gəliblər, gəlirsiniz. Burada bir dənə C variantı ikinci şəxsin təkində deyil. Onlar gəliblər. Üçüncü şəxsin cəmidir. Digərləri ikinci şəxsin təkidir. Bizə lazımdır ki, indiki zaman olsun. Daha doğrusu D də ikinci şəxsin cəmidir bu. Gəlirsiniz, siz gəlirsiniz. Bizə dedik ki, sən lazımdır. A-da keçmiş zamandadır. Çünki D-di, do-du. Bilirik ki, keçmiş zaman şəkilçisidir. Ona görə A olmayacaq. Gəlirsən olacaq. Çünki gəl sözün kökü ir indiki zamanın şəkilçisi, sən də ikinci şəxsin təkinin şəkilçisi. 5-ə baxırıq. Hansı cümlədə bağlayıcı iki sadə cümləni bağlayıb? Yollar bağlandı və biz geri döndük. Bəli, elə burada bağlayıb. Yollar bağlandı. Bir sadə cümlə, bir fikir var burada. Biz geri döndük. Burada da başqa bir fikir var və də bunları bağlayan bağlayıcıdır. Digərlərinə də baxaq. Həm anam, həm də atam mənimlə fəxr edirlər. Mən də sizinlə gələrəm. Kitab və dəftərlər səliqə ilə düzülmüşdür. Bu üç cümlə, üçü də sadə cümlədir. Bizə deyir, iki sadə cümləni bağlasın. Yəni, mürəkkəb cümlə olmalıydı. Bunlar heç biri mürəkkəb cümlə deyil. Ona görə bunlar ola bilməz. 6-cı suala baxaq. Buradadır. Hansı bənddə hər iki sifət quruluşca həm düzəltmədir, həm də keyfiyyət bildirir? Düzəltmə sözünün nə olduğunu dedik. Keyfiyyət nədir? Bəs bilirik ki, sifətlər həm əlamət bildirir, həm keyfiyyət bildirir. Əlamət bildirən sifətləri gözlə görürük. Məsələn, rəng bildirənlər, ölçü bildirənlər, forma bildirənlər. Amma keyfiyyət bildirənləri görmürük. Məsələn, baxaq sözlərə. Davakar, baha. Burada baha sözü düzəltmə deyil, sadə sözdür. Ona görə bu ola bilməz.
B variantında da uzundur, ikisi də sadə sözdür, yəni şəkilçi yoxdursa bu düzəltmə ola bilməz. Deməli qaldı C ilə D. Buradakı sözlər xəyanətkar, savadlı, dadlı, yaraşıqlı hamısı düzəltmə sözdür. İndi bizə lazımdır ki, keyfiyyət bildirsin. Burada bir dənə D-də yaraşıqlı sözü uyğun gəlmir. Çünki insanın yaraşıqlı olduğunu biz görə bilirik. Ona görə D-də olmayacaq. Amma xəyanətkar, savadlı heç birini görmürük və hər ikisi düzəltmədir. Ona görə C olacaq. 7-12-ci suallar aşağıdakı mətn əsasında hazırlanmışdı. Gəlin oxuyaq mətni. Keçmiş zamanlarda və bir şagird var idi. Bu şagird müəllimini doğru dürüst dinləməz. Onun sözünü kəsərək özünü göstərməyə, öyünməyə çalışardım. Hər şeydən xəbərdar bu uşaq bir gün fars dilindən imtahana girdi. Müəlliminin ağzından çıxan sualı maraqla gözləyərkən yerində dura bilmirdi. Həmin şagird qəfildən atılaraq dedi ki, Ləbləbi sözünün ilk hecasıdır. Sualı necə verəcəyini xeyli ölçüb biçdi. Müəllim suala başlamazdan əvvəl bir müddət düşündü. Farsça dodaq mənasını verən ləb sözünü işlədərək danışmağa başladı. Burada gördüyünüz kimi cümlələrdə ardıcıllıq pozulubdur. Buna aid sual olacaq, ona görə buna diqqət eləmək lazımdır. Sualı tamamlaya bilməyən fars dili müəllimi onun bu tələskənliyinə gülümsündü. Maşallah, hazır cavabsan. Ləb demədən ləbləbini anladın. Ağıllı insan lazım gələndə susmağı bacarmalıdır. İndi sualları oxuyaq. Mətndəki şagird obrazının xarakterinə əsasən nöqtələrin yerinə hansı sözləri yazmaq olar? Qayğıkeş, səbirsiz, savadsız, lovğa. Biz mətndə oxuduq ki, tələskən idi, tez cavab verirdim. Ona görə səbirsiz uyğundur. Qayğıkeşliyinə aid heç bir şey yox idi, bunu seçə bilmərik. Savadsız deyildi, çünki deyir hər şeydən xəbərdar olan uşaq. Deməli bu savadlıdır. Ona görə savadsız da uyğun deyil. Lovğa da olar. Əgər yəni tez cavab verirsə, deməli özündən razıdır, özündən əmindir ki, bilir. Lovğa da özündən razı deməkdir. Ona görə başa düşür ki, 2 ilə 4 uyğundur. B variantı. Nömrələnmiş hansı sözlərin izahı düzgün verilməmişdir? Xəbərdar, xəbəri başqalarından deyən, xeyr. Xəbərdar nəysə, hansısa xəbərdən məlumatlı olan, yəni bilən mənasındadır. Ona görə bu doğru verilməmişdir. Tələskənlik, tələsmə xasiyyəti. Bu düzdür. Hazır cavab başqasının sözünə dərhal cavab tapan, bəli, yəni cavabı hər zaman hazırdır. Ləbləbi, çərəz kimi yeyilən təamların qabı, xeyr, qab deyil, ləbləbi, ləpə dediyimizdir. Yeyilən bir şeydir, qab deyil. Ona görə 1 ilə 4 doğru verilməyib, o da B variantındadır. 9-cu sualda deyir, mətndə töndü şriftlə verilmiş sözün eyni mənada, yəni həqiqilik və ya məcazilik baxımından işləndiyi nümunəni müəyyən edin. Əvvəlcə baxaq görək mətndə tünd rəngdə verilmiş söz hansı mənada işlənib. Deyir ki, müəllim suala necə verəcəyini xeyli ölçüb biçdi. Burada məcazi mənada verilib, çünki sualı ölçüb biçmək olmur. Parçanı məsələn ölçüb biçmək olar. Deməli, başa düşürük ki, burada məcazi mənadadır. Ona görə elə variant seçməliyik ki, orada da məcazi mənada olmalıdır. Ada deyir, ustanın verdiyi təlimata əsasən taxtanı ölçüb biçdim. Taxtanı ölçüb biçmək olar. Bu həqiqidir. Ata oğlunun qəlbini qırmamaq üçün deyəcəyi sözləri ölçüb biçdi. Sözün isə ölçüsü olmur. Ona görə sözü ölçmək olmur, biçmək olmur. Deməli, burada məcazi mənadadır. Ona görə elə bunu seçəcəyik. Parçanı ölçüb biçib tikməyə başladı. Dedik ki, parçanı olar ölçüb biçmək. İpəyi çox ölçüb biçdi, istədiyi uzunluğu ala bilmədi. İpək də bir parça növüdür. Deməli, onu da ölçüb biçmək olar. Ona baxırıq, Roma rəqəmləri ilə nömrələnmiş hansı cümləni mətnin ideyası kimi düşünmək olar. Baxaq nömrələnmiş cümləyə. Birinci budur. Bu şagird müəllimin doğru dürüst dinləməz. Onun sözünü kəsərək özünü göstərməyə, öyrənməyə çalışardı. Bu deyil. İdeya ümumiyyətlə bilirik ki, mətndən çıxan nəticədir. Adətən mətnin sonunda olur. Ona görə heç bu ola bilməz, çünki mətnin əvvəlindədir. İkinci səbəb də odur ki, o ideyadan biz nəsə öyrənməliyik. Bizə nəsə başa salmalıdır, amma burada elə bir şey yoxdur bu bir nömrəli cümlədə. 2 nömrəlidə də həmçinin hər şeydən xəbərdar bu uşaq bir gün fars dilindən imtahana girdi. Belə ideya da ola bilməz. 3 də həmçinin deyir, müəllimin ağzından çıxan sualı maraqla gözləyərkən yerində dura bilmirdi. Bu da bizə heç nə öyrətmir bu cümlə. Amma 4-cü Roma rəqəmlərinə baxırıq. Bunlara baxmırıq. Bunlar ərəb rəqəmidir. Ağıllı insan lazım gələndə susmağı bacarmalıdır. Bəli, bu mətnin ideyası ola bilər. Çünki bu bizə nəyisə öyrədir və mətnə də uyğundur. Həmçinin mətnin sonlarındadır. Ona görə başa düşürük ki, mətnin ideyası ilə
Bu cümlədir, 4 nömrəli. D variantı. Mətnin 3-cü abzasındakı nömrələnmiş cümlələrin düzgün ardıcıllığını müəyyən edin. Bəli, mətni oxuyarkən gördük ki, orada düzgün ardıcıllıqla verilməyib. Çünki sualı verməmiş uşaq cavab verir. Deməli, burada nə olar birinci? Deyir, həmin şagird qəfildən atılaraq ləb-ləbləbi sözünün ilk icrasıdır, deyir. Deməli, bu ən axırda olacaq. Çünki artıq uşaq cavab verir. Sonra, müəllim suala başlamazdan əvvəl bir müddət düşündü. Əvvəlcə bu olar. Sonra sualı necə verəcəyini ölçüb biçdi. Sonra farsça dodaq mənasını verən ləb sözünü işlədərək danışmağa başladı. Ondan sonra da uşaq deyir ki, ləb-ləbləbi sözünün ilk icrasıdır. 3-2-4-1. 3-2-4-1. O da baxırıq ki, D-dədir. 12-yə baxaq. Mətnin nəticə hissəsini genişləndirə biləcək cümləni müəyyən edin. Fars dilini öyrənmək daha asan idi. Amma sözün sonunu gözləsəydin daha yaxşı olardı. Suallar çox çətin görünmürdü. Sualı cavablandırmaq üçün vaxt bitdi. Burada uyğun, daha uyğun təbii ki, B variantıdır. Çünki mətnin əvvəlindən də biz gördük ki, uşaq tələskən idi, sualın sonunu gözləməmiş cavab verirdi. Burada da elə ləb deyən kimi sualın davamını gətirdi və müəllim dedi ki, maşallah hazır cavabsan, ləb-ləbini anladın. Bundan sonra da deyə bilərdi ki, amma sualın axıra kimi dinləsəydin daha yaxşı olardı. 13-ə baxaq. Verilmiş cümlədəki sözlərin təhlili ilə bağlı düzgün fikirləri müəyyən edin. Cümlədə deyir ki, bu hədiyyələr zəhmətkeşlərin ağır yükünü xeyli azaldıb. Zəhmətkeşlərin tərkibində həm 1, həm 2, həm 4 cür yazılan şəkilçi var. Zəhmətkeş sözünün kökü zəhmətdir. Zəhmətdən zəhmətkeş yaranıb. Keş bəli bir cür yazılır. Sonra larlər artırılıb. Lər bilirik 2 cür yazılır. Sonra in artırılıb. Un isə 4 cür yazılır. Deməli, düzdür. Bu düzdür. Həm 1 cür, həm 2 cür, həm 4 cür yazılan şəkilçi var. Hədiyyələr cəm şəkilçili konkret isimdir. Bizdən düzgün fikirləri soruşur. Bəli, hədiyyə isimdir, konkretdir, görürük, həm də cəm şəkilçisi var. Xeyli miqdar sayıdır. Xeyli miqdar sayı ola bilir, amma cümlədə baxırıq ki, xeylidən sonra azaldıb deyir. Hərəkətə bağlıdır. Burada deməli say deyil, burada zərfdir. Deməli bu səhvdir. Bu ismi əvəz edib. Bu hədiyyələr, hansı hədiyyələr? Hansı sualına cavab verirsə, deməli bu sifəti əvəz edib. İsmi yox, çünki hansı sifətin sualıdır. Bu da uyğun deyil. 1 ilə 2 B variantı. Uyğunluğu müəyyən edin. Sonra o sürətlə irəli atıldı cümlədə zərfin 3 məna növünə aid nümunə işlənib. Doğru yoxsa yanlış? Bəli, burada sonra zaman zərfidir. Sürətlə tərz hərəkət zərfidir. İrəli yer zərfidir. Deməli bu doğrudur. Kəndin 1A olacaq. Kəndin başı qarlı dağları heyran edici idi cümlə yalnız mübtəda və xəbərdən ibarətdir. Bəli, heyran edici idi xəbərdir. Nə heyran edici idi? Kəndin başı qarlı dağları. Deməli 2 də doğrudur. 2 də A-dır. Gəlmişəm ki, danışaq. Cümlədə ədat işlənib. Xeyr, burada ki bağlayıcıdır. Burada 2 sadə cümlə var. Gəlmişəm və danışaq. Bunları bir-birinə bağlayıbdır. Ümumiyyətlə, ədatdan sonra bilirik ki, vergül olmur. Ki həm ədat olur, həm bağlayıcı. Amma burada bağlayıcıdır. Çünki vergül var. Çünki 2 cümləni bir-birinə bağlayıb. Deməli, bu da yanlışdır. A, B. O da baxırıq ki, A variantındadır. 15-ə baxaq. Verilmiş cümlə ilə bağlı düzgün fikirləri müəyyən edin. Ağacların kölgəsində dincələn uşaqlar ona təəccüblə baxdılar. İsimlər quruluşca sadədir. İsimlər burada ağaclardır. Kölgəsində, kölgə nə? Kölgə bəli, bu da isimdir. Dincələn feildir. Uşaqlar da isimdir və salam. Və 3-ü də sadədir. Yeni söz düzəlməyibdir. Deməli, 1 doğrudur. Cəm şəkilçili sözlərin biri mücərrəd isimdir. Cəm şəkilçili sözlər, isimlər daha doğrusu ağaclar və uşaqlardır. Xeyr, ikisi də konkretdir. İkisini də görürük. Mücərrəd nədir? Görmədiyimiz. Ona görə 2 səhvdir. Yönlük hal şəkilçili söz isim deyil. Yönlük hal A-ədir və yönlük halın şəkilçisi o da buradadır. Ona. O sözün köküdür. Bunu bitişdirici samitdir. Adam yönlüğün şəkilçisidir. Bəli, o bilirik ki, isim deyil, əvəzlikdir. Ona görə bu da səhvdir. Yəni doğrudur bu fikir. 1-3-ü götürəcəyik.
Mübtəda ismi birləşmə ilə ifadə olunub. Burada xəbəri tapaq. Baxdılar. Xəbərdir. Kim baxdı? Uşaqlar. Hansı uşaqlar? Sonra deyəcək ağacın kölgəsində dincələn. Deməli, burada mübtəda ismi birləşmə deyil, sadə bir sözdür. Ona görə bu səhvdir. Feillər quruluşuna görə bir-birindən fərqlənir. Feillər dincələndir. Bir də baxdılardır. Baxdılar sadədir. Leksi şəkilçi yoxdur, amma dincələn sözü düzəltmədir. Dinc sifətdir. Dincdən dincəl feil yaranıbdır. Deməli, bu doğrudur. 1, 3, 5 A variantı. Bəli, Azərbaycan dili suallarımız bitdi. Keçirik riyaziyyata. Aşağıdakı ifadələrdən hansının nəticələri ən böyükdür? Hesablayaq, sadə misallardır, sadə ifadələrdir. 100-dən 1 çıxanda 99 eləyir. 99-u 9-a böləndə 11 eləyir. 1000-dən 1 çıxanda 999 eləyir. 9-a böləndə 111 eləyir. 1000-dən 10 çıxanda 990 eləyir. 9-a böləndə 110 eləyir. 1000-dən 100 çıxanda 900 eləyir. 900-də 9-a böləndə 100 eləyir. Bizdən ən böyüyü soruşur. Burada ən böyük görürük ki, 111-dir C variantı. 17-yə baxaq. 48904 ədədinin mərtəbə qiymətlərinin cəmi şəklində yazılışı hansı variantda doğru verilmişdir? Deməli, 4 10 minlik mərtəbəsindədir. Deməli, 4-ü 10 minə vurmalıyıqsa, A variantı səhvdir. 4-ü 1000-ə vurub. 8 isə minlikdədir. 8-i 1000-ə vurmalıyıqsa, B də səhvdir. Burada 100-ə vurub. 9 yüzlükdədirsə 9-u 100-ə vurmalıyıq. Deməli, C də səhvdir. Onluqda heç nə yoxdur. Nəyəsə vurmağa ehtiyac yoxdur. Təklikdə də 4-dür. 4-ü də 1-ə vurarıq təklikdə olduğuna görə. Başa düşürük ki, D variantı doğrudur. 18-ə baxırıq. Bölmə əməlində bölən ilə bölünənin fərqi 309, natamam qismət 11 və qalıq 9 olduğuna görə bölünən neçədir? Deməli, nə bölünəni bilirik, bölünən, nə də böləni bilirik. Ona görə tənli ilə həll edəcəyik. Bölünən, böləndən böyük olur. Ona görə bölənə x qoyacaq. Kiçik olana x qoyuruq. Və qismət 11 eləyirsə, deməli, bölünəni bölənə böləndə 11 eləyirsə, 11 dəfə böyükdür, başa düşürük ki, deməli, bölünən 11x-dır. Amma qalıq da var. Qalıq da 9-dur. Deməli, bölünən bölənən 11 dəfə çox, həmçinin 9 vahiddə artıqdır. Ona görə bölünənə 11x üstəgəl 9 yazacaq. Və bunların fərqi, yəni bölünən ilə bölənin fərqini verib bizə 309. İndi tənliyimizi yaza bilərik. 11x üstəgəl 9 çıx x. Çünki fərqini verib bizə 309-a bərabərdir deyir. X-ləri çıxmalıyıq. 11x-dan x-ə çıxırıq. 10x eləyir. 309-dan da 9-a çıxmalıyıq. Burada toplamadırsa biz geri gələndə əksini eləyirik. Bu da eləyir 300. 10x 300-ə bərabərdirsə x tapmaq üçün 300-ü 10-a bölürük. Bu eləyir 30. Biz nəyi tapdıq? Böləni tapdıq. Bizdən nə soruşur? Bölünəni soruşur. Bölünənə nə yazmışıq? 11x vur 9. Deməli, 30-u 11-ə vurub üzərinə də 9 gəlməliyik. 30-u 11-ə vuranda eləyir 330. 330-un da üstünə 9. 339. Bu da A variantındadır. Keçirik 19-cu suala. Aşağıdakı onluq kəsirlərin müqayisəsində üçbucaq və bu simvolları müəyyən rəqəmləri əvəz edir. Üçbucaqla bu şəklin cəmi 7-dirsə, biraz bulanıq düşüb, amma başa düşmək olur. Və müqayisə veribdim. Burada kiçik işarəsidir. Olarsa deyir, üçbucaq simvolunun yerinə yazıla biləcək müxtəlif rəqəmlərin cəmi neçə olar? Yəni, bu tərəf digərindən kiçik olmalıdırsa, biz üçbucağın yerinə, burada 4 varsa, 4-dən kiçik rəqəmlər yaza bilərik. 1 yaza bilərik, 2 yaza bilərik, 3 yaza bilərik, 4 yaza da bilərik. 4 yazsaq, deməli, bura 2-dirsə, bura 2-dən böyük 3 ola bilər. Və bizə demişdir ki, cəm 7 olmalıdır. Yəni, 1 yazanda, məsələn, üçbucaq 1-dirsə, digəri 6 olacaq. 2-dirsə 5 olacaq. 3-dirsə 4 olacaq. 4-dirsə 3 olacaq. Və görürük ki, uyğundur. Yəni, bura 1 yazıb, bura 6 yazsaq, uyğundur. 2 yazıb, digərinə 5 yazsaq təkliyinə uyğundur. Bura 3 yazıb, bura 4 yazsaq, bu da uyğundur. Həmçinin bura 4 yazıb, bura 3 yazsaq, o da uyğundur. Deməli, elə 4 dənə, bu 4 dənə rəqəmi yaza bilərik. 1, 2, 3, 4 və bunların
cəmin istəyir. Bunları toplayanda 1 üstünə 2, 3 üstünə 3, 6 üstünə 4, 10 eləyir. C variantı. 20-yə baxırıq. 3,12-də 7 kvadrat metr sahəsi olan bir divarın 2,12-də 5 kvadrat metrlik hissəsi boyanmışdır. Boyanmamış hissənin sahəsi neçə kvadrat metrdir? Bunu tapmaq üçün çıxacaq. Ümumi divarın sahəsindən, yəni 3,12-də 7 divarın sahəsidir və bunun 2,12-də 5-i boyanıbsa, çıxaraq taparıq ki, nə qədəri boyanmayıb. Bu da eləyir 3-dən 2-ni çıxırıq 1, məxrəc olduğu kimi qalır, sürətləri də çıxırıq. 7-dən 5 çıxırıq 12. Və bu da ixtisar olunur, hər ikisi 2-yə bölünür, 1 olduğu kimi qalır. 1,6-da 1, o da D-dədir. 18 ədədinin 6-da 5 hissəsi 25 ədədinin hansı hissəsinə bərabərdir? Əvvəlcə 18-in 6-da 5-ini tapaq. Tapmaq üçün 18-i məxrəcə bölüb surətə vururuq. 3 eləyir böləndə, 5-ə də vuranda 15. 15 25-in hansı hissəsinə bərabərdir? Yəni 25-də 15-i tapmalıyıq ki, nəyə bərabərdir? Bu da hər ikisi 5-ə bölünür, eləyir 5-də 3. C variantı. 22-yə baxırıq. Sürətləri 90 və 50 km/saat olan iki avtomobil A və B məntəqələri arasında eyni anda qarşı-qarşıya hərəkətə başladılar. A və B məntəqələri arasındakı məsafə 3260 olarsa, bu avtomobillər hərəkətə başladıqdan ən az neçə saat sonra aralarındakı məsafə 600 km olar. Deməli, yolun uzunluğu 3260-dır və arada 600 qalmalıdır. Yəni, bu yol gedilməməlidir. Deməli, biz nə qədər yol gedilməlidir, onu tapacaq əvvəlcə. 3260-dan 600-ü çıxırıq. Eləyir, deməli, 12-dən 6, 6, bu da 2. 2660 yol getməlidirlər, ikisi birlikdə. İkisi birlikdə 1 saata nə qədər yol gedir? Biri 90 gedir, biri 50 gedir. 90 ilə 50-ni toplayıb tapırıq ki, bunlar birlikdə 140 km yol gedirlər və 2660 getməlidirlərsə, 2660-ı da bölürük 140-a, tapırıq ki, nə qədər yol getməlidirlər birlikdə. Gəlin sütunlu şəkildə bölək. 266-cı da 140 bir dənədir. 140 eləyir. Çıxırıq 6, 2, 1, 0-ı gətirsək, böyükdürsə 9 dəfə ola bilər. Vuraq. Yox, 9 dəfə olmayacaq. 9 dəfə olacaq burada. 6-da 0-a oxşatdım. Deməli, 0, 36, 3 yadda, 9, 3 də yadda, 12, bəli, 19. Deməli, 19 saatdan sonra aralarındakı məsafə 600 olacaq. 23-ə baxırıq. Kitab rəfindəki kitabların 18-də 5-i nağıl, 18-də 7-si hekayə, qalanı isə şeir kitablarıdır. Kitabların hansı hissəsi şeir kitabıdır? Deməli, 18-də 5-i nağıldır, 18-də 7-si hekayədirsə, ikisini birlikdə tapırıq əvvəlcə. Bu eləyir 18-də 12. Və qalanı da şeirdirsə, qalanı tapmaq üçün tamdan çıxırıq bu ikisini birlikdə. Tam 1-dir. Burada məxrəc 18-dirsə, biz 1-i 18-də 18 kimi düşünüb, 18-dən 18-də 12-ni çıxırıq. Bu da eləyir, 18-dən 12 çıxanda 6 eləyir. Və bu da ixtisar olunur. Hər ikisi 6-ya bölünür. Eləyir 3-də 1. B variantı. Keçirik növbəti suala. Ədəd oxu nöqtələrlə bərabər hissələrə bölünmüşdür. D nöqtəsinə uyğun ədədi göstərin. Buranı silim. Deməli, baxaq burada neçə hissə var. 1, 2, 3, 4, 5 hissə var. Əvvəlcə 23-dən 11-i çıxırıq. Aradakı məsafəni tapmaq üçün. Bu edir 12. Və 12-ni 5-ə bölməliyik. Bunu 4-cü siniflər keçməyibdir. Bunu qətiyyən, yəni 4-cü siniflər keçməyib. 12-ni 5-ə böləndə 1 edir. Daha doğrusu 2 eləyir. 12-cində 5, 2 dəfədir. 2 5-ə vuranda 10 eləyir. Çıxanda 2 qalır. 2-nin də yanına 0 gətiririk. 0 gətirdiyimizə görə artıq vergül qoyuruq. 20-ni də 5-ə bölürük, 4 eləyir. Yəni 12-ni 5-ə böləndə qısaca 2,4 eləyir. Yəni bunların hər biri 2,4-ə bərabərdir. Bizə lazımdır D nöqtəsinə uyğun ədəd. D-yə kimi neçə dənə hissə var? 1, 2, 3. 3 dənə hissə var. Hər biri də 2,4-dürsə, 2,4-ü də 3-ə vururuq. Bunu da yenə 4-cü siniflər keçməyiblər. Kəsirlərin vurulmasın. Bir-bir toplaya da bilərsiniz. 2,4-ü 3 dəfə gəlin eləyək. 4-cü sinif səviyyəsində olsun. 2,4-ü 3 dəfə toplayırıq.
3-dən 4-ü toplasaq 12 eləyir. 1 yadda. 3-dən 2-ni toplasaq 6, bir də yadda 7. Deməli, bura 11-dirsə, buranı da tapmaq üçün 11-in üstünə 7 tam 10-dakini gəlməliyik. 11 ilə 7-ni toplayırıq 18. 2 də qalır yerində. 18 tam 10-daki B variantı. 25'e baxaq. Aşağıdakı 5 vurub 5 ölçülü kvadrat verilmişdir. Ümumilikdə rəngli xanalara uyğun onlu kəsirin 0,6 olması üçün rəngsiz xanalardan daha neçəsi əlavə olaraq rənglənməlidir. 5 vur 5, yəni sətr üzrə də, sütun üzrə də 5 xana var. Deməli, burada ümumi neçə xana var tapmaq üçün 5-i 5-ə vururuq. 25 xana var. Və neçəsi rənglidir? Əvvəlcə onu tapaq. 1, 2, 3, 4, 5, 6, 7, 8. 25'də 8'i rənglidir. Bizə deyir 0,6 olsun. 0,6'nı biz onluq kəsir şəklində, daha doğrusu adi kəsir şəklində göstərsək, 10,6 yazarıq. Və bunu ixtisar eləsək, çünki məxrəcin 25 eləməyə çalışırıq. Hər ikisi 2-yə bölünür. Eləyir 5'də 3. Və bunun məxrəci 25 eləyə bilərik artıq. Çünki 5'i 5'ə vuranda 25 eləyir. 5'i 5'ə vurduq deyə sürəti də 5'ə vururuq. 3'ü də 5'ə vuranda 15. Yəni 25'də 15 deməkdir. 0,6, 25'də 15 deməkdir. Yəni bu 25'in 15'i rənglənməlidir. Biz isə dedik 8'i rənglənib. Deməli 15'dən 8'in çıxıb tapırıq ki, əlavə olaraq 7'si də rənglənməlidir. C variantı. 26'ya baxırıq. A 123,4. B 12,134, C 1,234 olarsa ifadənin qiymətini tapın. Əvvəlcə B ilə C-ni toplamalıyıq. Mötərizənin içində verilibdir. Deməli, B 12,134'dür. C isə 1,234'dür. Vergülün altında olur. Bir də ona diqqət eləmək lazımdır. Ondan sonra düz olacaq. 4, 7, 5, bu da 13. 13 isə 1000-də 574. A'dan isə çıxmalıyıq bunu. A 123,4'dür. Bundan çıxmalıyıq. Yenə vergülün altında olması üçün 13'ü biz buradan yazacaq və 574. Buralara 0 əlavə edə bilərik bildiyiniz kimi və çıxırıq. Ondan 4, 6, 9'dan 7, 2. Burada 3 qalıbdır. 13'dən 5, 8. Burada 2 qalıb. 12'dən 3, 9. Burada 1 qalıb. 1'dən 1, 0. Burada da 1 qalıb elə olduğu kimi. 109'dan 1826 D variantı. 27'yə baxırıq. Aşağıdakı xətti diaqramda 5 gün ərzində satılan məhsulların miqdarı verilmişdir. Yasin bu günlərdən 4'ündə satılan məhsulların cəmini hesabladı və 308 ədədini əldə etdi. Onun hesaba qatmadığı gün hansıdır? Deməli, burada 1, 2, 3, 4, 5 gün var. Bu amma 4'ün hesablayıb. Deməli, 5 günü toplayacaq. Ondan isə 308'i çıxıb. Tapacaq ki, hansı günü toplamayıb. Cümə baxırıq ki, 72'dir. 72, üstə gəl. Şənbə 92'dir. Üstə gəl. Bazar neçədir? 80'dir. Üstə gəl. Bazar ertəsi 84'dür. Üstə gəl. Çərşənbə axşamı o da 72'dir. İndi bunların hamısını toplayaq. Təklikləri toplayırıq. 2 ilə 2, 4 üstünə 4, 8 üstünə 2, 10. Bir yadda. İndi onluqları toplayaq. 7 ilə 9. 16 üstünə 8, 24, üstünə 8, 32, üstünə 7, 39, bir də yadda 40. 400'dür hamısı birlikdə. Bu isə 308 tapıbsa, 400'dən 308'i çıxanda nə qalır? Baxaq görək. Ondan 8, 2, burada 9'dan da 0, 9, 92 olanı hesablamayıb. 92 də şənbə günündədir. Deməli, şənbəni seçirik. Ziya 6 saatlıq bir zaman dilimində etdiklərini bərabər hissələrə bölünmüş dairəvi diaqramda göstərmişdim. Buna görə Ziya dərs oxumağa nə qədər zaman ayırmışdı? Baxaq neçə hissəyə ayırıb. 1, 2, 3, 4, 8 hissə. 4'ü də aşağıda 8 hissəyə ayırıb. 6 saatı. 6 saatı dəqiqəyə çevirərik. Bir hissə sonra 8'ə bölüb taparıq ki, bir hissə nə qədərdir? 6'nı 60'a vurarıq. 1 saat 60 dəqiqə olduğuna görə bu edir 360. Və bunu 8 yerə bölərik. 360'ı 8'ə bölək. 4, 5, 45 eləyir. Bir hissə 45'ə bərabərdir. Bizə deyir dərs oxumağa nə qədər zaman ayırmışdı? Baxırıq ki, dərs zamanı burada
3 hissədir. 1, 2, 3. Hər biri də 45 olduğuna görə 45-i 3-ə vurub tapırıq. 15 bir yadda, 12, 13, 135 dəqiqə. Buradan saatı ayırarıq. 135-in içində 2 dənə saat var. 120 dəqiqə. 2 saat. 120'sini çıxsaq, 135'dən 120 çıxsaq qalır 15 dəqiqə. 2 saat 15 dəqiqə. Bu da C-dədir. Aşağıda eyni hissələr bölünmüş şəkillərlə kəsrlər üzərində çıxma əməli modelləşdirilmişdir. Doğru olan variantı göstərin. Deməli, hər bir şəkil görürük ki, 2, 4, 6, 8 hissəyə bölünübdür. Birinci şəklimiz, şəklimizin 7 hissəsi rənglənib. Deməli, 8-də 7-dir. Bundan çıxıb 8-də 3-ü, qalıb cavabda da 8-də 4. Yəni, çətin bir şey yoxdur burada. Cavabda deməli D variantını seçirik. Növbəti suala baxaq. Şəkildə kvadratlar və onların sahələri verilmişdir. Qarışqa A nöqtəsindən B nöqtəsinə verilən oxlar istiqamətində fiqurların tərəfləri üzərində dəqiqədə 180 metr sürətlə gedir. Qarışqa A nöqtəsindən B nöqtəsinə neçə saniyəyə çatar? Deməli, bizə sahəsini verib və deyir kvadratdır. Kvadratın sahəsi 361-dirsə, tərəfi neçədir? Yəni, biz fikirləşirik hansı ədədin kvadratı, yəni özünə vuranda hansı ədədi 361 eləyir. O da 19-dur. Yəni, sonu 1 ilə qutarırsa, artıq bu asan da olmalıdır ki, bilirik ki, 9-u 9-a vuranda 1 ilə qutar. Ona görə bu 19-dur. Bunun tərəfi 19-dur. 196 isə 14-ün kvadratıdır. Bunun da tərəfi 14-dür. 100 isə bilirik ki, 10-un kvadratıdır. Bunun da tərəfi 10-dur. Deməli, buradan 19, 14 və 10. Həmçinin aşağıda da var. Ona görə bunları toplayıb 2-yə vuracaq. Həmçinin üzərinə buranı da gələcək. Bunun tərəfi 10 olduğuna görə üzərinə də 10 gələcək. Deməli, 19 üstə gəl 14 üstə gəl 10. Vur 2 üstə gəl 10. Bərabərdir. 19-un üstünə 14 gələndə deməli 3, 33 üstünə 10 gələndə 43. 43-ü 2-yə vursaq 86, üstünə 10 gəlsək 96. İndi baxırıq ki, burada da bu yerlər də var. Bunlar da gedibdir. Bunları necə tapacaq? Bunun tərəfi 19-dursa, bundan balacanın tərəfi 14-dürsə, 19-dan 14-ü çıxıb buranı tapırıq ki, 5-dir. Sonra bunun tərəfi 14-dürsə, bundan balacanın tərəfi 10-dursa, 14-dən də 10-u çıxıb buranı tapırıq ki, 4-dür. Deməli, bu 4-lə 5-i də gəlirik tapdığımız cavabın üzərinə. Yəni 9 gəlirik. Bu da eləyir 105. 105 santimetr. İndi bizə deyir ki, nə demişdi? Dəqiqədə 180 metr sürətlə hərəkət edir. Dəqiqədə deyir. Amma bizdən saniyə ilə soruşur. Ona görə biz saniyədə nə qədər hərəkət edir? Onu taparıq. 1 dəqiqədə 180 gedirsə, 1 saniyəni tapmaq üçün 1 dəqiqə 60 saniyədir. Yəni 1 dəqiqə 1 saniyədən 60 dəfə çoxdur. Ona görə getdiyi yolda 60 dəfə çoxdursa, saniyədə az olacaq. Ona görə bölürük. 60-a bölürük 180-i. 180 60-a böləndə 3 eləyir. 3 metr. Burada santimetrdə amma ölçüdə yanlışlıq var. 105-i də biz 3-ə bölməliydik. Yəni metr olmalıydı əslində burada. 105-i də 3-ə bölürük. Cavabı tapırıq. Bu da eləyir 35 A variantı. Bəli, bu riyaziyyatın sonuncu sualı idi. Bundan sonra artıq riyazi məntiq başlayır. Baxaq 31-ci suala. Müəyyən miqdarda mərcimək A qabına qoyulub çəkiləndə 780 qram, eyni miqdarda mərcimək B qabına qoyulub çəkiləndə isə 810 qram şəkil 2 deyir. Yəni buradadır. Gəlir. Və deyir A və B qablar boş olaraq çəkiləndə 510 qram gəlir. Buna görə B qabının kütləsi neçə qramdır? Deməli, A qabı və B qabı heç birini bilmirik kütlələrini. Amma burada eyni mərciməyi qoyub 780. Burada isə eyni mərciməyi qoyub 810 olubsa, biz 810-dan 780-ə çıxıb tapırıq ki, B deməli A-dan nə qədər ağırdır. Bu eləyir 30. Deməli, A x-dırsa, B
Ondan 30 vahid çoxdur. Yəni x üstəgəl 30-dur. Və bunların birlikdə çəkisi də 510-dur. Bu cür tənliyi yazıb həll eləyirik. X, yəni A üstəgəl B, x üstəgəl 30 və bunların cəmi 510-dursa 2x bərabərdir 510-dan 30-u çıxırıq. 11-dən 3, 8, 480. X-i də tapmaq üçün 482-yə bölürük 240. Biz A qabını tapdıq. Bizdən B-ni soruşur. B-yə nə yazmışıq? Üstəgəl 30 yazmışıq. 240-ın da üstünə 30 gəlirik. Bu da eləyir 270. D variantı. 32-yə baxırıq. 7 mərtəbəli binada 52 nəfər yaşayır. Mənzillər aşağıdan yuxarıya doğru 1-dən 7-yə qədər nömrələnib. Bu mənzillərin nömrələri ardıcıl olan hər hansı ikisində cəmi 15 nəfər yaşayır. Buna görə 5 nömrəli mənzildə neçə nəfər yaşayır? Cəmi 52 nəfərdir. Və deyir ki, ardıcıl hər hansı ikisində cəmi 15 nəfərdir. Yəni 1 ilə 2, ikisi birlikdə 15-dir. 3 ilə 4 də ikisi birlikdə 15-dir. 5 ilə 6 da ikisi birlikdə 15-dir. Biz buradan 7-cini tapacaq. Deməli 3 dənə 15, 6-cı mərtəbəyə kimi 15-i 3-ə vururuq. Tapırıq ki, 45 nəfər yaşayır. Ümumi 52 nəfər olduğuna görə 52-dən 45-i çıxıb ən axırıncı mərtəbəni tapırıq. 12-dən 5, 7. Deməli 7-ci mərtəbədə 7 nəfər yaşayır. Artıq birini tapdıqsa digərlərini də tapa bilərik. 7-ci mərtəbə 6-cı mərtəbə ilə ardıcıldır. Bu ikisində də deməli birlikdə 15-dir. Və 7-də 7-dirsə 15-dən 7-nin çıxıb 6-cı mərtəbəni tapırıq ki, 6-da da 8-dir. Bizdən 5 nömrəlini soruşur. 6-da 8-dirsə, bu dəfə də 15-dən 8-i çıxıb 5-ci mərtəbəni tapırıq ki, 7-dir. Deməli 5 nömrəlidə 7 nəfər yaşayır. C variantı. 33-ə baxırıq. Musa aşağıda açılışı verilən kubu qatlayaraq əvvəlki halına gətirir. O əvvəlcə qarşı üzlərdə yazılan ədədlərin hasillərini tapır. Daha sonra həmin hasilləri toplayır. Musa ən sonda hansı nəticəni əldə edər? Gəlin bunu qatlanmış təsəvvür eləyək. 2 elə ən aşağıda qalsa, 5 bunun qırağı olacaq. 1 də bunun bu tərəf qırağı olacaq. Deməli 1 ilə 5 elə qarşı-qarşıya olacaq. Bunu tapdıq. 6 bu tərəfdən yan tərəfi olacaq. 3 də bu tərəfdən. 3 də bura gələcək. 3 ilə də 6 bir-birinin qarşısında olacaq. Və 2-nin də yuxarısında, yəni qarşı tərəfində 4 olacaq. Deməli 2-ni də 4-ə vurmalıyıq və bunları da toplamalıyıq. 5 üstəgəl 18 üstəgəl 8. 23-ün üstünə 8 gələndə 31. D variantı. 34-ə baxırıq. A və B sıfırdan fərqli rəqəmlərdir. 3 vurulsun A bərabərdir 2 vurulsun B olarsa 5 vurulsun A üstəgəl 4 vurulsun B ifadəsinin ala biləcəyi ən böyük qiyməti ilə ən kiçik qiymətinin cəmi neçə olacaq? Əvvəlcə ən kiçiyi tapaq. Ən kiçiyi olması üçün biz A-ya ən kiçik qoyarıq. Çünki A-nı 5-ə vurub, daha böyük ədədə vurub. Məsələn, A-ya 1 qoysaq, 3-ü 1-ə vuranda 3 eləyir. 2-ni nəyəsə vuranda 3 eləmir. Deməli, A 1 ola bilməz. 2 qoysaq, A-ya 2 qoya bilərik. 6 eləyir. Ona görə B-yə də gərək 3 qoyaq. Yenə 6 eləyir. Deməli, 5 vurulsun. A-nın yerinə 2 qoymuşuq. Üstəgəl 4 vurulsun. B-nin də yerinə 3 qoymuşuq. Bu ən kiçik qiymətdir. 5 ilə 2, 10, 4 ilə 3, 12. Bunları da toplayanda 22. İndi ən böyük qiymətini tapaq. Rəqəmdir deyirsə, məsələn, A-ya 9 qoysaq, 3-ü 9-a vuranda 27 eləyir. 2-yi nəyəsə vuranda 27 eləmir. Deməli, 9 qoya bilmirik. 8 qoya bilsək, 8 də qoya bilmirik. Çünki 3-ü 8-ə 24 eləyir. Biz gərək 2-ni 12-yə vuraq. 12 artıq rəqəm deyil, ədəddir. Deməli, 8 də ola bilməz, 7 də ola bilməz. Çünki 3-ü 7-yə tək ədədə alınır vuranda. 6 qoysaq, 3-ü 6-ya 18, 2-ni də 9-a vurarıq. Eləyər 18. İndi 5-i biz 6-ya vurmalıyıq. Üstəgəl 4-ü 9-a vurmalıyıq.
5'i 6'ya vuranda 30, 4'ü 9'a vuranda 36, 30 ilə 36, 66. Və 22 ilə də 66-nı toplayanda eləyir 88 B variantı. 35'ə baxırıq. Aşağıdakı dairələrin içində 1-dən 7-yə qədər 1 və 7 daxil bütün rəqəmlər yazılır. Bu vaxt hər bir üçbucağın təpə nöqtələrindəki ədədlərin cəmi bir-birinə bərabər olur. Buna görə x dəqiqəliyi neçəyə bərabərdir? Üçbucağı görmürəm mən. Deməli, hardadır üçbucaq? Bu vaxt hər bir üçbucağın təpə nöqtəsindəki. Bunlar üçbucaqdır belə bu şəkildə. Bunlar üçbucaqdır. Və deyir, hər birinin cəmi nədir? Bir-birinə bərabər olmalıdır. Olsun. Bizə 4'ü verib, 7'ni verib. Burada 7 ən böyük rəqəm olduğuna görə 7'nin digər tərəflərinə biz kiçik rəqəmlər yazmalıyıq ki, digərlərinin cəminə bərabər eləyə bilək. Ən kiçik rəqəmlər 1 ilə 2'dir. Deməli, ya bura 1, ya bura 2 yazacaq və yaxud da əksinə ortaya 2, bura 1 yazacaq. Məsələn, bura 1 ilə 2 yazsaq, bu üçünün birlikdə cəmi 10 eləyir. Və 4 ilə 1 varsa və cəm 5-dirsə, 10 eləməsi üçün burada 5 yazarıq. Qaldı bizim hansı ədədlər? 3 ilə 4. Burada 3 ilə 4 yazsaq, 3-ün üstünə 4. Yox, 4 qalmayıb, baxı 4 buradadır, 4 yadımdan çıxıb. 3 ilə nə qalıbdı? Bütün rəqəmlər yazılır. 6 qalıbdı. Elə olur. 3 ilə 6 yazsaq 9, üstünə də 1 gələndə 10 eləyir. Yəni bir-bir yazıb yoxlamaq olar. Sadəcə diqqət eləməli məqam odur ki, 7'nin yanına biz kiçik rəqəmləri yazmalıyıq. Deməli, x ilə y 3 ilə 6'dır və onların da cəmi 9'dur. D variantı. 36'ya baxırıq. Aşağıdakı 3 ölçülü cədvəldə rənglənməmiş xanalara 3-dən 9'a qədər 3 və 9 daxil olan natural ədədlər hər biri bir dəfə olmaqla yazılmalıdır. Kənarlarda yazılan ədədlər müvafiq sətirlər və sütunlar üzrə yazılan ədədlərin hasilini göstərir. Buna görə y çıx x bərabərdir neçəyə? Yəni, buradakı 3 ədədin cəmi 36 olmalıdır. Sonra aşağı doğru da, məsələn, bu 3 ədədin cəmi 160 olmalıdır. Bura 160'dırsa, bura böyük rəqəmləri yazacaq. Həmçinin bu sütun da böyükdür. Sətir daha doğrusu, bunun da cavabı böyükdür, 90'dır. 9 deməli başa düşürəm ki, burada olacaq. Amma yenə də baxaq, rənglənməmiş xanalara. Burada rəngli xanalar deyəsən budur, tam seçilmir budur. Deyəsən elə bu ikisidir, o birisilər ağ görsənir. Bu 9'u silək, bunu mən təxmini yazdım. Bu ikisinin hasili 36'dırsa və hər biri deyir bir dəfə istifadə olunmaqla yazılmalıdır. 36 bilirik 6 ilə 6'nın hasilidir, amma hərəsi bir dəfə yazılmalıdırsa, bir də 4 ilə 9'un hasilidir. Deməli, bunlardan biri 4'dür, biri də 9'dur. Bura böyük ədəd yazaq, çünki aşağıda dedim ki, bu sütunda aşağıda hasil böyükdür. Bura 9 yazsaq, bura 4 yazsaq, məsələn. Bu elədir 36. Buradakıların hasili 90 olmalıdır. Bizə deyir 3'dən 9'a qədər ədədlər yazılmalıdır. 3'dən 9'a, 4'dən 9'u yazdıq. 90 olması üçün, deməli biz 5'dən istifadə edəcəyik. Sonu 0'dan qutarırsa, bura yazarıq 5'i. Çünki burada da sonu 0'dan qutarır. Bilirik ki, 5'i buranda ədədlərə 0'dan qutarır ya da 10'u, amma biz 10 yaza bilməriksə, burada 5 olacaq. 9'u 5'ə vuranda, deməli 45 eləyir. 160'ı 45'ə bölüb digər ədədi tapırıq. 60 45'ə bölünmür. Deməli, bu cür olmayacaq. 9 ilə 5 olmayacaq. Onda biz 9'u bura yazaq, 4'ü bura yazaq. Çünki 36 ancaq 9 ilə 4'ün hasilidir. Bura 9 yazsaq, bura 4 yazsaq. 4'ü 5'ə vursaq 20, 20'ni 8'ə vuranda 160 edir. Deməli, burada 8'dir. Sonra buranın hasili 90 olmalıdır. Buranı tapaq. 90'ı 5'ə bölərik. Digər ikisinin hasilini tapmaq üçün
90-ı 5-ə böləndə eləyir 8, 18. Digər ikisinin hasili 18 isə 18 bilirik ki, 3-lə 6-nın hasilidir. Deməli, bunlardan biri 3-dür, biri 6-dır. Bura 6 yaza bilmərik, çünki 6 ilə nəyinsə hasili 21 eləmir. Deməli, bura 3 yazırıq, burada 6 yazırıq və 3 ilə də 7-nin hasili 21 elirsə, burada 7 yazırıq. Aha, indi biz nəyi tapmalıyıq? X-lə y-ni. X-i tapmaq üçün 9-u 6-ya vururuq, eləyir 54. Y-ni tapmaq üçün 7-ni 8-ə vururuq. Bu da eləyir 56. Və bunları da çıxmalıyıq. Bu da eləyir 2. A variantı. 37-yə baxırıq. Aşağıdakı vurma əməlində müxtəlif simvollar müxtəlif ədədləri göstərir. Buna görə bu cəmi hesablayın. Nəyi 2-yə vuranda 8 eləyir? Həm 4-ü, həm 9-u. 4-ü qoyaq, yoxlayaq. 4-ü 2-yə 8. Burada 4 yazsaq, məsələn. 4-ü 4-ə 16, 1 yadda. 4-ü 3-ə 12, 1 də yadda 13. Bəli, alındı. İndi nəyi 2-yə vursaq 4 eləyir? 2-ni yoxlayaq. 2-ni 2-yə 4, 2-ni 4-ə 8, 2-ni 3-ə 6. Bəli, bu da alındı. Aha, tapdıq hamısını. İndi onların cəmini istəyir. Biri 4-dür, biri 2-dir, biri də 6-dır. Bunları da toplayanda 12 eləyir C variantı. 38-ə baxaq. 1-dən 8-ə qədər natural ədədlər hər biri xanalara elə yerləşdirilməlidir ki, bərabərlik doğru alınsın. Sual işarəsinin əvəzinə hansı ədəd yazılmalıdır? Baxaq görək nə baş verir. Burada çıxma verilibdir. Burada 8 alınıbdır. Bizə 8-i verir. Və deyir 1-dən 8-ə qədər ədədlər yazılmalıdır. Yəni 8 artıq yazılıb. Biz 8-dən başqa digər ədədləri yazacağıq. Yəni bərabərlik doğru olsun o deməkdir ki, misalların cavabı bir-birinə bərabər olmalıdır. Hamısı çıxmadı. Deməli, bunlara böyük rəqəmləri yazmalıyıq. Burada isə toplamadır. Bunlara kiçik rəqəmləri yazmalıyıq. Məsələn, ən kiçik rəqəmləri qoysaq, 1 ilə 2 qoysaq, bunun cəmi 3 eləyir. 8-dən nə çıxanda 3 eləyir? 5 çıxanda. Burada 5 yazsaq, deməli, bizdə hansı rəqəmlər qaldı? Bu üçü silək buradan. 1-dən 2-yi yazmışıq, 3 qalıb, 4 qalıb, 5-i yazmışıq, 6 qalıb, 7 qalıbdır. Və bunlardan baxırıq ki, 6 ilə 3-ün fərqi də 3 eləyir, 7 ilə 4-ün fərqi də 3 eləyir. Yəni, bunların birinə 6-dan 3 yaza bilərik, birinə də 7 ilə 4 yaza bilərik. Hamısında cavab 3 eləyə bilər. Deməli, sual işarəsinin yerinə cavab 3-dür. A variantı. 28 otaqlı bir oteldə qalan Əli, Bilal və Cəmil ilə əlaqəli aşağıdakılar məlumdur. Əlinin otaq nömrəsi cütdür. Bilal ilə Cəmilin otaqları qarşı-qarşıyadır. Cəmilin otaq nömrəsi 5-ə tam bölünür. Əlinin otaq nömrəsi Bilalın otaq nömrəsindən 11 vahid kiçikdir. Buna görə Cəmilin otaq nömrəsi neçədir? Aha, Əli, Bilal, Cəmil. Bilal ilə Cəmilin otaq nömrəsi 5-ə tam bölünürsə, deməli, ya 5-dir, ya 15-dir, ya 25-dir, ya burada da var 10-dur, ya da 20-dir. Əgər bunlar Cəmildirsə, Bilal da qarşı-qarşıya olmalıdırsa, onda məsələn, bu 5 olsa Bilal 6 olmalıdır. B yazıram, yəni Bilal. Bu 10-dursa Bilal 9 olmalıdır. Bu 15-dirsə Bilal 16 olmalıdır. Bu 20-dirsə Bilal 19 olmalıdır. Bu 25-dirsə Bilal 26 olmalıdır. Sonra Əlinin otaq nömrəsi cütdür. Əlinin otaq nömrəsi Bilalın otaq nömrəsindən 11 vahid kiçikdir. Deməli, Bilal 6 ola bilməz. Çünki 11, yəni 6 nədənsə 11 vahid böyük deyil. Onda 5 ilə 6 getdi. Bunlar deyil. Bilal'la Cəmil. Bilal 9 da ola bilməz. Çünki 9 da nədənsə 11 vahid deyil. Deməli, bunlar da getdi. Bilal 16 olsa, bundan 11 vahid kiçik. 16-dan 11 çıxanda 5 eləyir. Əli 5 olmalıdır. Amma bizə demişdi ki, Əlinin otaq nömrəsi cütdür. 5 cüt deyil. Ona görə bu da deyil. Bunlar da deyil. Getdi bu da. Bilal 19 olsa, 19-dan 11 vahid kiçik neçə eləyir?
19'dan 11 çıxanda 8 eləyir. Aha, bu uyğundur. 8 cüt ədəddir. 50 də məsələn bu olsa. 26-nı da yoxlayaq. Bilal 26 olsa 26-dan 11 vahid kiçik 15 edir. Bu da ola bilməz. Aha, bunlar tapdıq demək olar. Deməli 58-dir. Bilal 19-dur. Cəmil də 20-dir. Bizdən də Cəmili soruşurdu və salam tapdıq B variantı. İndi keçirik 40-a. Cədvəldə ədədlər ox istiqamətində artan sıra ilə yazılmalıdır. Ox istiqamətindəki ədədlər ardıcıl olaraq 6 vahid artaraq davam edir. Aşağı ox istiqamətindəki ədədlər ardıcıl olaraq 3 vahid artaraq davam edir. A üstəgəl B 47 olarsa C neçədir? Bunlar 6-6 artır. Bilmirik neçədir, amma 6-6 artır. Bunlar aşağı doğru isə 3-3 artır. Və bu ikisinin də cəmi 47-dir. Bizdən C-ni soruşur. Bunun ən rahat yolu variantdan getməkdir. Variantdakı ədədləri C-nin yerinə qoyub bir-bir bu şərtə əməl edib baxırsınız ki, hansında AB 47 olur cəmi. Amma yolun necə həll edə bilərik? C-yə x qoysaq, deməli A nədir? Neçə x-in üstünə 3 dənə 6 gəlibdir. 6 gəlib burada, bu olub, sonra 6 gəlib, bu olub, 6 gəlib, bu olub, bir dənə də 6 gəlib. 4 dənə 6 gəlib. Yəni 24 gəlib. X-in üstünə 24 gəlibdir. Yəni A bərabərdir x üstəgəl 24-ə. B isə x-in üstünə 3 gəlib, sonra 3 gəlib, sonra 3 gəlib. 3 dənə 3 gəlib, yəni 9 gəlib. Deməli B də bərabərdir x üstəgəl 9-a. Və bunların da cəmi 47-dirsə toplayaq. X üstəgəl 29, üstəgəl x üstəgəl 9 bərabərdir 47-yə. 2x bərabərdir 29 ilə 9-u toplasaq 38, 47-dən də 38-in çıxmalıyıq. 29 nədir? Mən də deyirəm, niyə alınmır? Burada 24-dür. Səhv yazdım. X üstəgəl 24-dür. 9-u oxşatmışam. Aha. Deməli, 24 ilə 9-u toplayanda neçə eləyir? 33. 47-dən də 33 çıxanda 14. 2x 14 x-i tapmaq üçün 14-ü də 2-yə bölürük. Tapırıq ki, C 7-dir. Keçirik 41-ə. Yunis dəftərinin 2 vərəqini vahid kvadratlara bölür və müəyyən xanalarını şəkildəki kimi rəngləyir. O daha sonra dəftəri örtür və yenidən açır. Bu zaman hər bir vərəqin əvvəlcə biz baxaq görək burada neçə xana var. Deməli 4 sütun, 2, 4, 6 sətr, 4-ü 5 sətirdir. 2, 4, 5. 4-ü 5-ə vuranda 20. 20 burada, 20 də burada. Ümumi 40 xana var. Və neçəsi rəngli olacaq? Bir-birinin üzərinə deyir qatdalayanda, məsələn, buradakı rəngli xana bunun üzərinə düşəcək, bu da rənglənəcək. Deməli, burada bu da rənglənəcək. Əvvəlcə bu vərəqdə əlavə hansılar rənglənəcək, onu qeyd eləyək, sonra isə bura baxarıq. Bu elə bunun üstünə gələcək. Sonra burada bura gələcək. Bu rənglənəcək və bu bura gələcək, bu rənglənəcək, bu isə bundan eyni üst-üstə düşür, əlavə, yəni rənglənməyəcək bunun əvəzinə. İndi burada hansı əlavə xanalar rənglənəcək? Yuxarını, deməli, bu onsuza dedik, bundan 1-dir, ona görə burada heç nə rənglənməyəcək, ikinci sətirdə heç bir rəngli deyil. Üçüncü sətirdə bu hissə, bunun bu hissəsinə uyğundur, ona görə burada rənglənəcək. Bura isə, bura uyğundur, bura rənglənəcək. Bura ilə dedik ki, bunlar eynidir. Deməli, indi ümumi görək neçə xana rəngli oldu. 2, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 40 xanadan 14-ü rənglidir. Bunu ixtisar eləyəsək 2-yə bölünür, 20-də 7. Bizə məxrəci 100 ilə verib. 100 olması üçün 20-ni 5-ə vurarıq. Ona görə 7-ni də 5-ə vurarıq. Deməli, yüzdə 35 olacaq D variantı. 42-yə baxırıq. Bir abaka moncuqlar taxılaraq 424 milyon 334 min 323
ədədi alınır. Bu abak Ləmanın əlindən yerə düşür və bəzi muncuqlar yerlərindən çıxır. Aşağıda abakın yerə düşəndən sonraki vəziyyəti verilmişdi. O yerə düşən muncuqların hamısını abakın çubuqlarına taxır. Ləman hər çubuğa ən az bir muncuq taxdığına görə əldə edəcək ən böyük ədəd hansı olacaq? Deməli, burada baxaq abakda hansı ədəd verilibdir. Burada yazılıb artıq hansı ədəd olmalıdır? 424 milyon 334 min 323. Amma burada nədir? Birincidə 2-dir, 1-dir, 3-dür, 2, 2, 3, 2, 1 və 1. Deməli, neçə muncuq düşüb? İndi onu sayacaq. 4 idi, 2 olubsa, deməli, ikisi buradan düşüb. Biri buradan düşüb. Gəl yazmayayım, elə rəqəmləri yazaq. Burada 4'dür, amma 3'dür, deməli biri buradan düşüb. Burada 3'dür, amma ikisi qalıb, deməli biri buradan düşüb. 3'dür, ikisi qalıb, biri buradan düşüb. 4'dür, 3'ü qalıb, biri buradan düşüb. 3'dür, ikisi qalıb, biri buradan düşüb. 2'dir, biri qalıb, biri buradan düşüb. 3'dür, biri qalıb, ikisi buradan düşüb. Deməli 2, 4, 2, 4, 6, 7, 9, 11 dənə muncuq düşüb. İndi bu muncuqları təzədən abaka taxır. Hər çubuğa ən azı birini taxmalıdır, amma ən böyük ədəd alınmalıdır. Ən böyük alınması üçün qabaq ən əvvələ daha çox qoymağa çalışacaq. Ona görə biz axırlara 1 yazacağıq. 11-dən 1, 2, 3, 4, 5, 6, 7, 8-in bunların hərəsinə 1'in artırsaq, 11'dən 8'in çıxırıq, qalır bizə 3. Deməli, burada biz 3 dənə artıra bilərik. Bu da olacaq 5. Yəni, bura 5 olacaq. Buradakı digər rəqəmlər hər biri bir vahid artacaq. Yazaq 5, 2 olacaq, 4 olacaq, 3 olacaq, 3 olacaq, 4 olacaq, 3 olacaq, 2 və 2. 524 milyon 334 min 322 C variantı. Növbəti suala baxaq. Robotun irəliyə doğru hər addımı 80 cm, geriyə doğru hər addımı isə 40 cm-dir. Robot hər cəhddə 7 addım irəli, 4 addım geri gedərək 12 metr irəliyə ilk dəfə neçə addım atandan sonra çatar? Deməli, 7 addım irəli gedir və hər irəliyə də 80 cm-dir. 7 vurulsun 80. 4 addım geri gedir. Geri gedirsə çıxırıq. 4'ü də vururuq. Geri gedəndə də 40 cm olur addımı. 7'ni 8'ə, 80'ə 560, 4'ü 40'a 160 çıxırıq. Eləyir 400 cm. O da bərabərdir 4 metrə. Və biz nəyi tapdıq? 7 addım irəli, 4 addım geri. Ümumi 11 addım atanda bu 4 metr irəli getmiş olur. Bizə lazımdır 12 metr irəli getsin. Bu addımları 2 dəfə təkrarlasam, məsələn, birincidə biz tapdıq ki 4 metr gedir. Bunu 2'yə vursaq, deməli 22 addım atanda getdiyi yolda 2 dəfə çox olacaq, 8 metr olacaq. Sonra isə bizə lazımdır ki 12 metr olsun, 4 metr çatmır. 12'dən 8'i çıxaq. 4 metrdə getməlidir. Aha. Bizə artıq geri addımlar lazım olmayacaq. Bizə irəli addım lazım olacaq. 400 cm bölürük 80'ə. Görək neçə addım irəli atsa artıq o 400 cm tamamlanacaq. 5 addım. 5 addımda irəli gedəcək və salam tamamlayacaq yolu. 22 addım getmişdi. 5 addım da burada. 22'nin də üstünə 5'i gəlirik. Eləyir 27 addım A variantı. 44-cü suala baxaq. 1-dən 100-ə qədər müxtəlif natural ədədlərlə nömrələnmiş 100 ədəd kart bir qutuya atılır və təsadüfən 6 kart çəkilir. Çəkilən kartların üstündəki ədədlərin cəmi 186-dır. Çəkilən kartlardan nömrəsi əldən kiçik olmayan 3 kart var. Çəkilən kartlardan nömrəsi 5-dən kiçik olan kart yoxdur. Buna görə çəkilən 6 kartın üstündəki nömrələrin ən böyüyü ən çox neçə ola bilər? Deməli, 50-dən kiçik olmayan 3 kart var. 50'nin özü ola bilər. Deməli, yəni ən kiçiklərini götürürük ki, biri lap böyük olsun. Birinə 50 götürərik, birinə də 51 götürərik. Üçüncünü götürmürük ki, ona ən axırda tapacaq ən böyüyün. Bu da eləyir, bu ikisi birlikdə eləyir 101. Sonra 4 kartımız qaldı və deyir çəkilən kartlardan nömrəsi 5'dən kiçik olan kart yoxdur.
Deməli, ən az 5 ola bilər. Biri 6 olar, biri də 7 olar. 5, 6, 7. Bunların cəmi eləyir 18. Deməli, bu ikisi oldu 101. Üstə gəl, bu üçü də oldu 18. Bunlar 5-i birlikdə oldu 119. Cəmi 186 idi. 186-dan da 119-u çıxırıq ki, görək ən çox olan nə qədər qala bilər? 7, 67 eləyir. Və nəhayət son suala baxaq. Murad üzərində 1-dən 6-ya qədər ədədlər yazılan standart bir zərri dəfələrlə artır və üst-üzə düşən ədədlər bir kağıza yazır. Bu ədəddən 3 dəfə eynisi düşərsə artıq zəri atmır. Murad zəri 12-ci atışdan sonra atışları dayandırır və düşən 12 ədədin cəminin 47 olduğunu müəyyən edir. Murad hansı ədədi 3 dəfə atmışdı? Mənə elə gəlir ki, bu sualın xüsusi bir həll yolu yoxdur ki, o yolla həll eləyək. Ona görə yerinə ədəd qoyacaq. Məsələn, deyək ki, 6-dır. Həmin o 3 dənə düşən üzü 6-dır. Və 3 dəfə 6 düşübsə, 3-ü 6-ya vururuq, 18 eləyir. 47-dən 18 çıxırıq, digərlərinin cəmini tapırıq, 29. Bu 3 dəfə, 12 dəfə atış eləyibsə, 12-dən 3-ün çıxıb, tapırıq ki, 9 atışa da 29 yığmalıdır. Görək 9 atışa 29 yığmaq mümkündürmü? Digərlər 3 dəfə düşməyibdir. Ya 2 dəfə düşüb, ya 1 dəfə. Çünki deyir, bir dənəsi 3 olana qədər atır. Məsələn, 5-dən 2 dəfə düşsə, bu eləyir 10. Üstə gəl, 4-dən də 2 dəfə düşsə, bu eləyir 8. Üstə gəl, 3-dən də 2 dəfə düşsə, bu eləyir 6, bu elədi 24. Sonra 2-dən də 2 dəfə düşsə, bu eləyir 4. Cəmi oldu 28 və bir dənə də 1 düşsə, neçə atış eləmiş olur? 2, 4, 6, 8, bəli, 9 atış qaldı. Bizə də lazım idi ki, 9 dənə atış eləsin. Deməli, biz görürük ki, 6-dan 3 dəfə atsa alınır. Digərlərinin cəmi 29 alınır. Yəni, bu cür yerinə qoyub bir-bir hesablamaq lazım idi. O da 6-da alınır. Bəli, suallarımız bitdi. Ümid edirəm sizlər üçün faydalı oldu. Hər birinizə uğurlar arzulayıram. Qəbul olsanız da, olmasanız da, bu heç nəyin ilki də deyil, sonu da deyil. Növbəti həyat yolunuzda İnşallah daha yüksək pillələrə qalxa biləsiniz. Arzuladığınız yerlərə gəlib çatmağı hər birinizə arzulayıram. Bu qədər. Sağ olun.